Mən bu gün sabah YouTube-a video yüklədim. Qızımla bağlı yardıma ehtiyacımız olduğu üçün. Baxıram indi videonun baxışına 1000-ə yaxın baxış gəlib, 20 nəfər like eləyib. Yəni orada kart hesabı da qoymuşam. Bu gün də Aşura günüdür. İmam Hüseyin ağamızın şəhid olduğu gündür. Matəm günüdür. Millət, yəni Azərbaycan millətinin yaxşıları təbii ki, ehsan verir. Kimin nəyə yetir eləyir də, imkanı yetir. Yəni mən sözüm onadır ki, mənim o YouTube-da videoma baxan insanlar 1000 nəfər, hansı ki 20 nəfər də like eləyib. Yəni heç birinizin cibində 1 manatı yox idi ki, o karta göndərəsiniz. Bugün savab qazanmaq günüdür, Aşura günüdür, Məhərrəmlik ayıdır. Allahın rəhmət qapılarının açıq olduğu bir aydır. Niyə bu qədər vicdansız olubsuz ki? Sözüm təbii ki, yaxşılarından. O videomu baxıb keçənlərədir, like eləyənlərə belə demək istəyirəm ki, videoya baxıbsınız, ürək verirsiniz, çox sağ olun. Aşağıda kart hesabı yazılıb. Yəni insafınız yoxdur ki, bu xəstə uşağa 1 manat göndərəsiniz, 10 yaşı var, böyük qız uşağıdır. Bu əlil arabasından qalxa yeriyə, məktəbə gedə, sizin də fəxriniz olar ki, sevinərsiniz ki, bir uşağın da yerməyinə biz vasitəçi olduq. Sizin o 1 manatlarınız. Yəni belə eləməklə insanlıqdan Azərbaycan həqiqətən çıxır. Artıq Azərbaycanda vicdanlı insanlar barmaq sayı qədərdir. Çoxsu imkanı olduğu halda belə dəstək olmur. İkincisinə də qalanda deyirlər, heç kimin heç kimə borcu yoxdur. Belədirsə bizim Azərbaycan millətinin o geylərə, fahişələrə ev almağa, maşın almağa borcunuz var idi. Hərəsinə bir maşın alıbsınız, birinə ev alırsınız. Yəni olmaz ki, bu xəstə uşağa da 1 manatdan kömək eləyəsiniz. Çox sağ olun.